Dostlar, mən Polşada nə az, nə çox 3 il fabrikdə işləmişəm. Ona görə bugün sizə Polşada zavod, fabrik işinin rejimi, maaşı barədə danışacağım və öz təcrübəmi bölüşəcəm. Əgər siz iş vizası ilə gəlirsinizsə Polşaya, o zaman ehtimal yüksəkdir ki, siz dəvəti inşaat, zavod və ya fabrikdən alıbsınız. Vəzifəniz isə ehtimal yüksəkdir ki, fəhləlik olacaq. Əgər siz daha yüksək maaş istəyirsinizsə, o zaman usta kimi gəlməlisiniz. Qaynaqçı, dərzi və s. Amma bu peşələri təsdiqlətmək üçün gərək işə götürəni inandırasan. Videolarla, şəkillərlə, intervyuyla, sertifikat olsun, hansısa bir sənədlə onu inandırasan ki, sən bu işə həqiqətən də bacarırsan və onlar da o sənəd əsasında sənə bu adda dəvət çıxartsın usta kimi və sən onun əsasında viza alıb gələsən. Polşada zavod, fabrika və inşaata usta və fəhlə həmişə ehtiyac var. Əgər siz fəhlə kimi gəlirsinizsə, maaşınız da minimum olacaq. Hansı il gəlirsinizsə, həmin il Polşada rəsmi minimum maaş nə qədərdirsə, o qədər də maaş alacaqsınız. Məsələn, bu il Polşada saatına 24 slot verirlər təxminən. Vergilər çıxmaqla əlinə alacağın təxminən 1 saatı bu qədərdir. İndi sən 8 saat işləyəcəksən günə, 10 saat, həftənin 5-6 günü, onu mən bilmirəm. Neçə saat işləyəcəksən, o qədər də qazanacaqsan. Bunları artıq özün kalkulatorda hesablaya bilərsən. Təxminən neçə saat işləsən, nə qədər qazanaram. Ondan sonra o zlotu manata çevirə bilərsən. Google'da zlot manat yazaraq dəqiqləşdirə bilərsən ki, sənin aylığın neçəyə çıxa bilər. Maaş aydın oldu. Keçirik iş rejiminə. Polşada əsasən gecə, günorta və səhər smenləri var. Əgər siz 8 saat işləyirsinizsə, ehtimal yüksəkdir ki, siz səhər, günorta və axşam, yəni gecə smeni işləyəcəksiniz. Səhər saat 6-da başlayır səhər smeni, günorta 2-də bitir. Günorta 2-də başlayır günorta smeni, axşam 10-da bitir. Gecə smeni isə saat 22-dən səhər saat 6-ya qədər davam edir. Əgər siz 12 saat işləyirsinizsə, o zaman bir həftə səhər smeni, bir həftə gecə smeni olacaqsınız. Yəni səhər saat 6-da gəlirsiniz, axşam saat 6-da çıxırsınız. Gecə smeni isə axşam saat 6-da başlayır, səhər saat 6-da bitir. Təbii ki, bu rejimlərə uyğunlaşmaq asan deyil Azərbaycanda. Yəni nadir hallarda belə işlər var ki, sən gecə smeni, səhər smeni, adətən bizdə səhər başlayır, axşamı tərəfi bitir və gedirsən evinə. Polşada isə əksər zavod fabriklərdə elə deyil. Ona görə gəlməmişdən qabaq bunu nəzərə almağınız lazımdır. Hətta mən deyərdim, biraz evdə də məşq eləyəsiniz. Rejimdən əlavə sən fərqli dil eşidirsən, fərqli din, mədəniyyət, ölkə və s. Bu adaptasiya bir neçə həftəni alacaq. Ola bilər bu proses bir neçə ay çəkdi. Ona görə bunları mütləq şəkildə göz almaq lazımdır. Psixoloji cəhətdən mən dediklərimi nəzərə alsan, gələndə uyğunlaşmaq o qədər də çətin olmayacaq. Mənim məqsədim var idi və mən o məqsədlə adaptasiyanı keçdim. Onun sayəsində mən bir çox məsələlərimi həll elədim. Həm sənədləşmə baxımından, həm ailəmi qısa zamanda gətirmək baxımından. Özü də mən ailəmi gətirəndə 20-ci il idi, müharibə vaxtı idi, oktyabr ayı. Azərbaycana gediş-gəliş çətin idi, plus koronavirusuydu, yəni çölə çıxmaq yasağı var idi. Avropanın özündə də elə idi, nəinki Azərbaycanda. İşə elə uyğunlaşdım ki, rahatlıqla da 3 il işlədim. Əgər sənin məqsədin Polşada çoxlu pul qazanmaqdırsa, sən gəlib 12 saat işləyib, məsəl üçün 1 il özünə əziyyət verib işləyib, pul yığıb geri qayıda bilərsən. Yox, əgər sənin məqsədin qalıb uzun müddət yaşamaqdırsa, o zaman daha az saatla işləyib uyğunlaşmaq olar. Çünki sən birdən-birə gəlib 12 saat işləsən, ola bilər yorularsan, həm mənəvi, həm fiziki. Az öncə dediyim kimi, o adaptasiya dövrünü keçsən, mən məsləhət görərəm ki, artıq iş saatını artırasan. Əgər sənin məqsədin çox pullu qazanmaqdırsa. Əgər 8 saat işləyib özünə əziyyət vermək istəmirsənsə, o maaşdan da sən normal dolanarsan, amma çox cüzi məbləğ qoyarsan da qırağa. Sadəcə bura yaşamaq üçün minimum maaş kifayətdir. Əgər sən 8 saat işləsən həftənin 5 günü, bu təxminən minimum maaşla 4000 zlot eləyir. Və bu maaşla sən Polşada çox rahatlıqla yaşaya bilərsən tək. Yox, əgər yoldaşınla işləyəcəksənsə və yaxud da 2 qardaş gəlib, ikiniz bir yerdə işləyəcək, bir yerdə yaşayacaqsınızsa, o zaman minimum maaşla siz ayrıca evdə tuta bilərsiniz, qırağa pul da qoya bilərsiniz. Artıq nə qədər qoyacaqsınız, o artıq sizin xərclərinizdən asılıdır. Onu mən dəqiq deyə bilmərəm. Zavod, fabrik işi maaş baxımından və uyğunlaşmaq baxımından çətin iş sayılır. Çünki rejim var, minimum maaş, tələblər, briqadirlər əsasən polyaklar olur, çox nadir hallarda Ukraynalı olur, amma
o briqadirin Ukraynalı köməkçiləri də ola bilər. Onun sayəsində sən ünsiyyət qura bilərsən. İstənilən halda polyak briqadir məsələ üçün sənə nəsə göstəriş verə bilər, sən onu düzgün anlamaya bilərsən. Yəni bu da müəyyən qədər bir konflikt yarada bilər. Yəni sən psixoloji cəhətdən hazır olmalısan ki, sənə münasibət biraz fərqli ola bilər. Ona görə dostlar, siz Polşaya gəlirsinizsə, gəlməyi planlaşdırırsınızsa, bu aylar var ki, gözləyirsiniz, dəvətdir, vizadır və s. Polyak dilini müəyyən qədər öyrənin. Gələndə həm rəhbərliyin verdiyi göstərişi daha rahat şəkildə yerinə yetirəsiniz, həm özünüz mənəvi cəhətdən rahat olarsınız, həm də onun da vaxtını almayasınız. Yəni onlara da xoş deyil ki, mən ona deyirəm başa düşmür, buna deyirəm başa düşmür, nə qaraq. Başa düşürsünüz? İş də getməlidir, düzdürmü? Sən də pul qazanmalısan, o da pul qazanmalıdır. Ümumiyyətlə, zavod, fabrikin işi getməlidir. Onun dediyim kimi, dil öyrənmək lazımdır. Tələb eləməyə bilər iş, amma bu sənin üçün lazımdır. Qısası dostlar, əgər siz zavod, fabrik işinə gəlirsinizsə, iş rejiminə uyğunlaşmalısınız. Növbə rejimi, dil məsələsi, mədəniyyət, fərqli münasibət, bütün bunları aşmaq üçün hazırlıqlı olmalısınız. Müəyyən qədər dil bilməlisiniz. Bir balaca gərginlik yarana bilər sizdə. Bunu normal qarşılayıb sakitləşməlisiniz. Azərbaycanda biraz bunu məşq eləməlisiniz, mən deyərdim hətta. Bütün bunları keçsəz bir neçə həftəyə, bir neçə aya artıq sonrası çox rahatlıqla gedəcək. Bu yolla gəlmək istəyən varsa şəxsiyə yazsın, detallı şəkildə məlumat atım.